Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fesalli li rabbika venhar inne şaniyeke huvel abtar. Sadaqallahul aliyyul azim. Mövzumuz dedi ki, dində abır-həya mövzusudur və dedi ki, dində abır-həya insanın dinində olan vəzifələrdə Allah qarşısında həya etməsinə deyilir. Əgər bir insan Ramazan ayın ibadətlə, orucla, razı-niyazla keçirdərsə, dua ilə, zikirlə, təvəssüllə, münacatla keçirdərsə və bu şəkildə fitr bayramına daxil olarsa, həqiqi bayram ilə əsl bayramda həmin bayram sayılır. Əslində, fitr bayramı, Ramazan bayramı dünyavi maddi bayramlar kimi deyil, onlar müqayisə oluna bilməz. Bu bayram ilahi mərhəmət, rəhmət bayramıdır. Bu bayram ilahi məğfirət bayramıdır. İnsanların sanki müsabiqəyə qoşulub mükafat aldıqları bayramdır. Bir nəfər Əmir əl-Möminin Əli əleyhissalamın huzuruna daxil olur. Süveyd İbni Qəfəl adlı bir şəxs deyir, bayram günü, fitr bayram günü gəldim Əmir əl-Möminin Əli əleyhissalamın evinə. Gördüm, Həzrət süfrə ətrafında əyləşib. Bir qarşısına qoyulan yeməyə fikir verdim, gördüm çox sadə, fəqirlərə xas bir süfrə açıb bayramın günü. Nə idi? Deyir, süt idi. Bir də ki, onun qarşılığından bir yemək var idi. Bir mənə təəccüblü gəldi, dedim ki, ya Əmir əl-Möminin, ey möminlərin əmiri, rəhbəri, siz bayram günü də belə fəqiranə yemək yeyirsiniz. Axı, adətən bayram günü insanlar istədikləri dadlı, ləzzətli xörəklər hazırlayırlar süfrələrə. Siz isə bu cür yeməklə kifayətlənirsiniz. Həzrət cavab verdi. Əli əleyhissalamın cavabı çox dərin və fərqli bir cavabdır. Həzrət buyurdu ki, bugün bayram günüdür, bəli. Amma ilahi məğfirətə şamil olanların bayramıdır. Görürsünüz, sual hansı formada verilib, Həzrətin cavabı hansı formada verilir. Əslində, Həzrət bu cavabı ilə onun sualın kamil şəkildə cavablandırmış sayılır. O yeməkdən sual verir. Həzrət buyurur ki, bu bayram ilahi məğfirətə şamil olanların bayramıdır. Birisi nə deməsi? Deməsi, yəni bu bayram yalnız elə dadlı yemək hazırlayıb ortalığa çıxartmaqdan ibarət deyil. Yaxud müxtəlif əyləncələrlə günü keçirməkdən ibarət deyil. Bu bayramın əsas mahiyyəti ilahi məğfirəti qazananların bayramıdır. Kimlər ki, bu bayramda ilahi məğfirətə nail olublar, orucları yəni qəbul olubsa, onların bayramıdır. Yemək içməklə ölçülmür, ilahi məğfirətlə ölçülür bayramın gözəlliyi, mahiyyəti.